Kilsə erməniləri təşkilatlandırır. Onlarda Böyük Ermənistan, dənizdən dənizə Ermənistan ideyalarını yayır və bu əraziləri göstərərkən həmişə türk yurtlarını hədəf göstərir. Nəticədə bütün ermənilər ən şanslı dönəmlərində belə qalib gələ bilmədikləri anti-türk hərəkatlara başladılar. Zaman-zaman terror və digər cinayətlər erməniləri radikal irqçi cəmiyyətə çevirdi və onlar müstəqil düşünmək qabiliyyətindən tamamilə məhrum oldular. Erməni kilsəsi isə erməniləri ram edən ruslar, fransızlar, müəyyən mənada farslar və ingilislər erməniləri sonu olmayan uçuruma sürüklədilər. Paşinyan isə yeni reallıqları görür, anlayır ki, anti-türk addımlar onun dövlətini Azərbaycan və Türkiyə kimi regionun əsas dövlətləri ilə düşmənə çevirir, blokadaya salır və inkişafdan qalırlar. Sarkisyan və Köçəryanın məğlubiyyəti ilə Paşinyan müəyyən mənada hədəfinə çatmışdı. İndi isə onu daha ciddi əngəl, özünə dini mərkəz adı verən, əslində ideologiya və irqçiliyin, terrorçuluğun yuvası olan erməni kilsəsi gözləyir.